MasterChef Türkiye'ni yaxından izleyen biri olarak məni hər zaman en çok cəlb edən yeməklərdən biri yağlama olub. Bir neçə izləyiciden de istek geldiği için bugün birlikte sınayırıq. Lavaş üçün un, duz, maya və suyu qarışdırıram. Üzərinə yarım stəkanda un əlavə edib xəmiri yoğurmadan yarım saat mayalanmağa qoyuram. Vaxt tamam olandan sonra xəmiri yoğurub 10 kiçik kündəyə bölürəm və yenidən yarım saat mayalanmağa buraxıram. Mayalanmış kündələri unlu dəzgahda açıb qızğın tavada 200-də bişirirəm. Bişən lavaşları nəmli dəsmalın arasına yığıram ki qurumasın. Ət sosu üçün xırda doğranmış soğan və sarımsağı bol kərə yağı və duru yağ qarışığında qovururam. Ardınca qıymanı, tomat pastasını, duz istiot və rəndelənmiş pomidoru əlavə edib yağa düşənə kimi qovururam. Suyunu verib ağzı bağlı şəkildə aşağı odda 10 dəqiqədə bişirirəm. Ləzzətləri bir-biriyle birləşdirmədən öncə lavaşları boşqabla dairəvi kəsib qatlayıram. Kənarlarını sosa batırıram ki quru qalmasın. Üzərinə sosu yayıb bu prosesi son lavaşa qədər təkrarlayıram. Sonda 4 hissəyə bölüb üzərinə şüyüd və qatıq əlavə edərək servis edirəm. Videonu bəyəndinizsə dostlarınızla bölüşməyi və daha sonra sınamaq üçün yaddaşa verməyi unutmayın.